1 oktyabr 2025-ci ildən Gürcüstanda miqrasiya haqqında qanun artıq qüvvəyə minib. Bu qanun nəyi nəzərdə tutur? Gürcüstan vətəndaşı olmayan şəxslər əgər 1 ildən çox və ya 3 aydan çox Gürcüstanda qalarlarsa, 3000 lari cərimə, 3 il deport olunacaqlar. Bir çox ölkələr var ki, həmin vətəndaşlar Gürcüstanda 1 il qala bilərlər. Məsəl üçün, Azərbaycan vətəndaşları Gürcüstanda 1 il qala bilərlər. Başqa digər xarici vətəndaşlar isə 3 aydan 1 ilə qədər qala bilərlər. Fərqi yoxdur. Əgər Gürcüstanda kim uzun müddətdirsə evlidir, burada təhsil alır və hər hansı bir tibbi xidmət almaq üçün Gürcüstana gəlib, ancaq onun müddəti 3 aydan və 1 ildən çoxdursa və bu qalma müddətini artıq pozubsa da, həmin şəxslər 3000 lari cərimə olunur. Gürcüstan vətəndaşı olmayan xarici vətəndaşlar əgər Gürcüstanda evlilik məqsədi ilə yaşayırlarsa da, biznes, investisiya tələb edirlərsə və müəyyən səhiyyə xidmətləri ilə məşğuldurlarsa, onlar Gürcüstanda yaşamaq icazəsi almalıdır və bununla bağlı Gürcüstanın Ədliyyə Nazirliyinə müraciət etməlidir. Gürcüstan və Azərbaycan sərhəddi artıq 5 ildir ki, bağlıdır və bir çox Azərbaycan vətəndaşları, yəni Gürcüstanda olan Azərbaycan vətəndaşlar ola bilsinlər, evlidirlər, tələbədirlər, işlə bağlı gəliblər. Sərhəd bağlı olduğuna görə bu illər ərzində sərhədə keçə bilmədilər. Və həmin şəxslər miqrasiya qanununa görə cərimələnə bilər və ölkədən deport oluna bilərlər. Qanun aktiv şəkildə qüvvəyə minib və artıq insanların Gürcüstandan deport olunmasına başlanılıb.